Beynimiz niyə bəzən unutduğumuzu sandığımız şeyləri yuxuda xatırladır? Əslində yaxşı sualdır. Biz gün ərzində topladığımız informasiyanı dərin yuxu fazasında xüsusən filtrləməyə başlayırıq və bəzən bu filtr zamanı keçmişdən gələn xatirələr də aktivləşə bilir. Normalda beynimiz heç bir şeyi unutmur və sadəcə olaraq passiv formaya keçir. Və burada emosional yüklənmələr varsa, nə bilim, travmalar, xoşbəxtlik anları, unuda bilmədiyimiz anlar varsa, bu yuxu fazasında təsadüfi olaraq aktivləşir və belə deyək də mexanizmlər qarışır. Beynimiz çox şeyi unuda bilər, amma şuuraltı heç nəyi unutmur. Ona görə də şuuraltının da ən aktiv yeri yuxularımızdır. Və bu zaman şuuraltı, yəni informasiyanı yuxu vasitəsilə bizə ötürə bilir. Biz də o unutduğumuz, sandığımız şeyləri məhz yuxuda xatırlayırıq.